Mənə söz deməyin, əsəblərim gərgindir, gedin öz işinizlə məşğul olun. Belə dost və yaxınlarımıza necə kömək edək? Bu cümləni eşidəndə çoxumuz dayanıb qalırıq. Nə edəcəyimizi bilmirik. Qarşımızda sevdiyimiz biri var, amma əsəb içindədir. Danışmaq istəmir, hər kəsdən uzaq durmaq istəyir. Bəs belə insanlara necə kömək edək? İslamın baxışı budur. Həssas anında insanın sözə deyil, anlayışa ehtiyac olur. Belə vaxtda çox danışmaq, məsləhət yağdırmaq, özünü yığışdır demək vəziyyəti daha da ağırlaşdırır. Hətta onların məni rahat buraxın deməsi əslində məni başa düşün deməyin başqa formasıdır. Bəs biz nə etməliyik? 1. Sakit dayanmaq. Danışmağa məcbur etmə. Onun yanında sakit dayanmaq belə böyük dəstəkdir. 2. Qəlbini incidəcək sözlərdən çəkin. Ən böyük kömək bəzən heç nə deməməkdir. 3. Lazım olanda yanında olduğumu hiss etdir. Sadə bir cümlə kifayətdir. Danışmaq istəsən, buradayam. 4. Dua et. Hər kəsin qaldıra bilmədiyi yükü Allah qaldırır. Yaxının üçün dua etmək ən gözəl dəstəklərdən biridir. Quran bunu belə bildirir. Möminlər bir-birinə rəhm edib kömək edər. Yəni sevərək, anlayaraq, təzyiq etmədən kömək etmək möminin vəzifəsidir.